Aksiya zamanı bağın ümumi vəziyyətinə baxış olub, quru və zədələnmiş ağaclar müəyyən edilib, yaşıllıq sahələri təmizlənib. Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin Gənclər Təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllülərinin iştirakı ilə Şəhidlər bağında ağacəkmə aksiyası keçiririk. Məqsədimiz həm ictimai maarifləndirmə aparmaq və həm də gənclərin fəal vətəndaş mövqeyini təşviq etməkdir. Bu cür təşəbbüslərlə cəmiyyətə fayda verməyi və fəaliyyətlərimizi davamlı şəkildə genişləndirməyi hədəfləyirik. Qurumuş ağacların yerinə yeni tinklər əkilib. Könüllülər tərəfindən həyata keçirilən bu fəaliyyət həm ekoloji mühitin qorunmasına, həm də gənclərdə vətənpərvərlik və sosial məsuliyyət duyğusunun güclənməsinə xidmət edib. Ağac əkmə aksiyasında və abadlaşdırma işləri ilə könüllü olaraq burada iştirak edirik. Bu gün ağaclara qulluq, vanlaların bərpa edilməsi, abadlaşdırılması, köşklərinin təmizlənməsi və yeni ağacların əkilməsi aksiyası keçirildi. Bu gün Şəhidlər bağında yenidən öz torpağımıza can verdik və onları abadlaşdırmaq üçün əlimizdən gələn bütün səyləri göstərdik. Samiq Nuriyev, Namiq Abbasov, NTV Xəbər.